Saniyələr içində tabaka edirik. Keçid edək hazırlanmasına. Toyuğumun üzərinə əlavə edirəm. Həm kartoflarımı, həm də toyuğumu əvvəlcədən marinə etmişəm. Üzərinə duru yağı da əlavə elədim. 200 dərəcəlik sobada saat yarım bişirəcəm. Tabakam hazırdır. Nar kimi qızarmış balıq təqdim edirəm sizə. Balığımın üzərini və içini təmizləmişəm. İndi doğrayacağam. Qəşəng una batırıram. Amma çox unlamıram ki, üzəri çox unlu olmasın. Soğanlarımı incə-incə lay-lay doğrayıram. Üzərinə nar şarabı əlavə edirəm. Balığımız hazırdır. Üzəri nar kimi qızarmış ləvəngi hazırlayırıq. Keçirik ləvənginin hazırlanmasına. İlk öncə ədviyyatlarımızı və turşumuzu vururuq. Mən sadəcə duzdan istifadə edəcəm. Gözəl şəkildə çölünü, içini duzlayırıq. Duzladıktan sonra həm üzərinə, həm içinə turşu vururuq. Həm üzərini, həm içini gözəl turşulayırıq. Turşuladıktan sonra soyuducuda gözlətdiyim içliyi içinə əlavə edirik. Hazırdır. Əgər kürdanınız yoxdursa, bu hissələrdən bölüklər açaraq belə yerləşdirib ağız hissəsini bu formatda qapata bilərsiniz. Tam bu şəkildə. Kartof doğrayacağım. Həmçinin kartoflarınıza da istədiyiniz ədviyyatı vura bilərsiniz. Mən sadəcə duzdan istifadə edirəm. Kartoflarımızı gözəl şəkildə toyuq ləvəngimizin yanına düzürük. Toyuq ləvəngimiz artıq hazırdır. 180 dərəcəlik sobada 1 saata yaxın bişiririk.